Son vaxtlar ölkəyə müasir standartlara cavab verən komfortlu qatarlar gətirilir. Sözsüz ki, bütün bunlar sərnişinlərin rahatlığına hesablanıb. Amma dəmir yolu vağzalında əsası təmirə ehtiyacı olan kifayət qədər qatar var. Onların istismar müddəti demək olar ki, başa çatıb. Buna baxmayaraq belə qatarlar hələ də daxili istiqamətlərdə xəttə buraxılır. Amma elə qatarlar da var ki, təmirə ehtiyacı olsa da maliyyə olmadığından depodaca paslanır. Bir vaxtlar Bakı-Balakən-Bərdə istiqamətində hərəkətdə olan bu qatar hazırda fəaliyyətini dayandırıb. Buna səbəbsə istismar müddətinin çoxdan başa çatmasıdır. Bu kimi qatarların sayı onlarladır. Təkcə ötən il 5 qatar yenilənərək xəttə buraxılıb. Bunlar Xaçmaz, Hacıqabul və İmişli rayon istiqamətində hərəkət edən qatarlardır. Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə hazırda bəzi qatarlar əsası təmir olunması üçün Ukraynanın Dnepropetrovsk şəhərinə göndərilib. 30 sərnişin vaqonlarının alınması və gətirilməsi istiqamətində danışıqlarımız gedir. Əlbəttə, yerli istiqamətdə də gələcəkdə bu vaqonların əsaslı təmiri və yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur. Son vaxtlarda görürsünüz Bakı, Tiflis, Bakı, Gəncə istiqamətdə hərəkət edən vaqonlarımız əsaslı təmir çıxmış vaqonlardır. Orada da sərnişinlər üçün bütün imkanlar, bütün şəraitlər var. Dəmir yolu vağzalındakı əsaslı təmir işləri ilin sonuna dək başa çatdırılacaq. Vağzal, platformalar, eləcə də qatarlar ən müasir standartlara uyğun qurulacaq.